Herkese salam, kanalıma ve videoma hoş gelmişsiniz. Rayona gedirik, axır ki bunu deyə bəli. Neçə vaxtda getmirik, neçə ayda getmirik yəni. Yayda gedənik. Sizə qəşəng vlog çəkəcəm inşallah ki. Çox qəşəng deyiləm. Şunu kalite dostlar. Çatdım şükür. Xəmir yoğurub qoyub, köməkləşib pişirərik. Sən nə tərsən də izzətini. Yavaş-yavaş. Satacaq buna. Çok qəşəng eləmədin? Halal olsun. Ay, gözə, gəl bura bax. Mənim bacım salıb, bacım yayda baxacaqsan mənim deyir. Yanımda dövülür ki, haqqa. Ver mənim eşqimi, o sənə heç gərək deyil. Gəl qaytar eşqimi, o solğun bir çiçək deyil. Allah'ım ne güzel yerler, ne güzel yerler. Çok şükür Allah'ım sana. Bu kız da çok qəşəngdir də. Oldum bahtiyar, güzelim sen benim şirinim, güzelim sen bana. Sen benim ey güzel, köleğim, sen benim bayramım. ey güzel Bakü, hey. Yer yaşıyorlar gece, ley, gece, ley gece demeyiz. Onlardan Aytənglə gəlmişəm dostlar. Neçə vaxt gəlmirəm. Mən Aytənə vaxt görmüşəm, yadımda deyil. Neysə. Qəşəng söhbətləşdik. Darıxmışdım. Qayıtıram evə. Qayıtdım, çatdım. Ayıp deyil belə konuşmaq, valla. Mən görürüm, mən öyle şey eləyə bilmirəm. Bacı çayı. Amanın uğramış, ne oldu? bir kardeşim var yarın. Esas mesela kaldı. Nə için yanına? Ver onu mənə. Çal. Erkin qırağına deyən və həmşə. Bir mezar. Limonumuz da var ki, doğrayın koyun da buzluğa. Bak orada bir kimdir bu tadı? 2 tane limon almışım. Bunun ikinci gündən hər birinizi salamlayıram. Dünən ancaq yedik, içdik, söhbətləşdik, belə, yəni. İndi də biraz var oyanmışam, gec yatmışam, yata bilmirdim heç cür. 1-2 saat olar oyanmışam, indi pizza eləyirik, onları göstərim sizə. Sonrası da, nə bilim, baxarıq da, görək yenirik. Hələ ki tam hazır deyirlər, bibərini vuracağıq, sonra pişəndən sonra üstünə pendirini tökürük, qəşəng əriyir. Deməli dostlar, biber tapmadıq, amma yenə də çox qəşəngdir. İnşallah ki, dadı da qəşəngdir. Buna baxayıq, bu nə olub? Yenə qonaq gəlmişik. Gedirdi yatırdı da bu yere. Hala. Bir koy filtre suyundan verim ne de hatun. Çox şükür, havalar qəşəngdir. Elə dua eləyirdim ki, havalar yaxşı olsun, isti olsun. Çox isti olması yəni normaldır da, təmizdir. Elə qayıtdıq. Geyini bu da özündən böyük ayaqqabını. Ayaqqabı şəpiyi. Gəzə bilmir.
içeri. Bizim sağlıkta Pastama bakın. Yok. Ayrı geçməsində nə olar? Nə bilim, çəkildi oradan. bir insan. Hey, görürsen dünyaya neşeli bir İndi o cinlərə Allah günah yazmır. Cindilər deyə, əstağfurullah. İnsanlar yoldan çıxarlar deyə. Onlar da kim pis iş görse şeytanın için sayır. Onlar da Allah'a ibadet ederdi, bizi kim? Cinler. Korkmak lazım değil. Amma qorxmuram. Her şey Allah'ın yaratıklarıdır. Bunu bilmek lazım. Her bir kes bunu bilsin gelir. Yarattı levh-i mahfuz. Ve bütün yaşayışın, her şey levh-i mahfuza kaleme emirledi yazdı. Bütün insanlar. Bir də söz kəsirəm, müsaade vereyim. Buyur. Bu insan ədikləri o lövh məhfuzda yazılır, bütün Bəli, hər şey başdan bəli, ayağa. bəli. İnsan ədikləri onu dəyişə bilir, yoxsa heç vaxt. Değişme yoktur ona. Və deyirlər insan özündən də Yok, asılıdır yok. məsələn. İnsanın özünden asılı bir sen ne diyeceğim indi. Seni yadını sarar. Yaxşı. Dersen insan özünden asılı onu da aşarım ben. Dedi mümin bendedir. Daimi insanlar içinde, Müslümanlar içinde Allah'a kulluktadır. Ve ona Allah Teala elave melek ayırır ki onu yuxudan durulmağına yadına salsın. Onun dəstəmə dalmağına yadına salsın. Onun Kur'an oxumağına yadına salsın. Onu zikr etməyinə yadına salsın. Mən deyim ki, bu hər şey deyir, lövh məhfuzda yazılıb. Rəhmə O olsun. insanlar ədikləri ona təsir edir, yoxsa heç vaxt dəyişmir o. Qulaq as, İnsanlar hərəkətləri ona təsir edir. İnsanlar hərəkətləri bilir. Bax, Allah səmavi kitablar göndərdi. İndi Allah bizə deyir ki, sən bu qaranlıqla getmə gecə. Gecəni mən sənin üçün yarattım ki, istirahat elə. Gündüz də yaratmışım da ged rozu qazan. İndi o ki, gecə ki, qaranlığa düşür bu gecə, mən gedim meşədən odun kəsəcəm. Balta deyir bunu qışına kəsir. Allah bunun için neyse Allah sana dedi ki gece gelme de. Keçən səfər qabağıma çıxır deyir ki, Mən yenə burada peçin yanındayım. Bunlar da geçen kalmıyor. Bütün bir illik üşüməyim, yəni çıxdı da canımdan burada qəşəng isindim. bax nə elədi? Diqqətli ol. Görmədim. Gördüm vallahi. Əsrə qaçma. Hər kəsə salam. Bugün 3-cü gün ki buradayıq. Dünən bilmirəm vlogu, yəni dünəni sonlandırdım ya yox. Amma ki ardıcıl çəkirəm də, onsuz da məncə ehtiyac yoxdur hər gün. Hə bu gün qurtardı falan deməyimə. Gedirik gəzməyə. Hava qəşəng günəşli amma küləkdir. Başıma soyuqdur. Bugün makyaj aşırı, yəni makyaj yoxdur üzümdə. Sadəcə yanaqlarımı qızartmışam, bir də dodağımdadır. Bu kadar. Yox, heç nə. Niyə? Getmədim, qayıtdım çünki başıma soyuqdur. Yəni, neyim? Xəstələnə bilmərəm. Of. Bizim bu eve girişə 2 dənə qapı var. Arxadakı deyəsən bağlıdır, amma daha yaxındır da. Mən aça bilirəm onu, inşallah ki aça bilərəm. Bəli, bağlıdır, amma təzə şey çıxıb buradan da bağlayıblar. Əlim qurda değdi. Taverna. Başqa kilsə qoyublarmış, hə? Ona görə gözləyirəm, gəl açsınlar. Aç. Bak şimdi. Mən. Leyli. Bak şimdi. Ağaca gör ha. Ancaq gifsin bu, başqa heç nə. Hansı ağacı? Onu da yapacağım. Hansını? Neynəmsən ki? Təmtəmsən? Yok. Nihat. Ha. Özüm başa düşdün nə deyəcəm. Sakit ol. Gələcəyimizdə dur. Hiç anlamadım bak. Solda. Lakka. Ta-ta-ta-tam. Ağzımız yaxdı. Biraz yatdım. Elə qəşəng şirin yuxu gəlmişdi mənə. Oyandım. Belə görək nə edirik, nə olur, nələr olur. Baba yok. Bu ne çıksa? Baba aşkına danışır.
Güzel çekici. Olsun bu şu. İçi bu. Kulaklık. Elə qəşəng ocağı gəlir. Mən çox sevirəm ocağını, dəhşət sevirəm. Ben samovar sayımızda olsa tam olardı. Samovarımızı oğurlayıblar. Bəli. Neyse. Mənimki yay diye vallahi. Biraz soğuk olan kimi çıxa bilmirəm də çölə üşüyürəm deyə. Sərhə xanım burada harikalar yaratıyor. Oo, bu ne qəşəng görünür. Oh. Bir de burada mərcə su var. Belə. Süha. Süha. Cana doyar ama. Sınmıştı bunu. Ayla bunu ötər tutursan. Verirsən. Qadınazan gözü yok. Çıxsın, 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 amin. Sabahınız xeyir olsun. Bugün hava çox qəşəngdir. Açılmış. Hə. Ama keçən ağaclar daha çox çiçək açmışdı. Bu il nəsə az deyə. Göstərim. Ama hava çok qəşəngdir. İri göstərim. Yandım ay Allah. İri. Nə yaş boynu alırsan? Özüm özüm sözü getirtmemişəm. Bana çay koydum, demledim. Mama sabah getmək üçün bilmir nə bəhanə uydursun dostlar ama. Güzel pes çok töküyümün dışarı. Çok qəşəng oldu kipriklərim. Kahve çoktu. Kahve. Almışım öyle kahve. Sen kahve de almıştın. Ben 5 mantığı almıştım. Bak o hanken başında öyle. Şimdi daha bir şey yok. Dostlar dünən gedə bilməmişdim də demək başıma soyuqdu falan, amma hər şeydə bir xeyir var. Bugün qəşəng daha ürəyimcə geyinmişəm və bəzənmişəm. Gedirəm şəkil çəkdirməyə. Nə ya? Hava çox qəşəngdir bugün, çox şükür. Oho! Ay çok sağ ol kızım. Çok sağ ol. Allah razı olsun. Şahsım kaldı. Arvat değil dermandır la dermandır. Şəkillərimizi çəkdik və qaydırıq. Yanaqlarım nə gözəldir. Ay Allah. Bir düzdür, xoşum gəlmir o atdan. Gəlib Nağıl deyir, bir tərəfini inirsən. Gözlərim o qatığını tökək. Mən çəkməyə, bu tərəf çəkməyərək. Ay, mən telefonu tutamırsan, ikimiz də görünsün. Ona tutsa. Heç nə olmaz. eləmə. Qoy. Bibigil gəlib Bakıdan, indi də onlara gedirik, bəli. Bir gün qaydırıq amma. Da evim eşikim, burada böyümüşəm də mən. Neyniyim? Mən adamın şükür, şükür. Qaydırıq. Aya baxın nə gözəldir. Hə, oradadır. Xəstələriniz olur həmiş belə. Hə. Süper. Maşallah. Herkese selam. Bugün buradaki son günümüzdür. Təəssüf ki, bu səfərlik yani. Sabah gedirik Bakıya. Mən də biraz grip kimiyəm. Ama 2 tane gripot içirəm, düzəlirəm həmişə. 1-2 gün olur mənim gripim, ama belə şey olur da, dəhşətizm. İndi o səviyyəyə çatmaq üçün tez içəcəm gripot ki, inşallah yaxşı olaram.
Bunu da özmədim, düzdür, başımı vaxtında qurutmadım. Amma olsun, heç nə olmaz. Nəzər çıxdı deyək, heç nə olmaz. Yaxşıyam. Oyandım, nə eləmişəm? Bir dənə çay dəmləmişəm, bir də kartoflar var idi, onları soydum. Belə düşündüm ki, sizə ev vlogu eləməmişəm, ona görə çəkməyə qərarına gəldim. Bu nənədir, babadır, mamadır, dayıdır. Bu digər otaq. Ən sevdiyim. Burada yenə qapı var. Bizdə hər otaqda 2 dənə qapı var da, yəni demək olar ki. Belə. Dayımdır. Burada belə bir piano var, mamanın olub. Burada ancaq yayda oturmaq olur, çünki belə sərindir buralar, yəni. Belə ancaq içəri otaqlarda otura bilərik. Belə də bilmirəm, mən birinci vlogda göstərmişdim, ya yox. Deyəsən belə göstərməmişdim. Burada uşaqda şəklim var, oturmuşam, belə top uşağımla telefonla danışıram. Klip almışam çox. Və acımışam, evdə də qonaq var. Onların gətirdiyi şinyatlara çökürüm deyə. Belə. Şaşkı sifətim boydadır. Leyl çay verə bilərsən. Yox. Onu ver də. Hə dostlar, qonaqlar aşağıda yeyir, biz də burada tıxırıq. Acını ölürəm. Yağış yağır dostlar. Ürəyim gedirdi bu yağış yağanda olan iyi üçün, torpaq iyi üçün. Çox şükür. Mən deyirdim, deyəsən səhv eləmirəmsə ki, ağacımız keçən il qəşəng gül açmışdı. Bu il yaxşı açmıyor və bugün daha gözəl görünür. Maşallah. Yedi, güldü, yedi, içdi 5 gün. İndi də təəssüf ki, qayıtmaq vaxtıdır. Nəyə görə təəssüf ki, düzdür, Bakıda yaşayıram, orada öyrəşmişəm, amma burada daha xoşbəxt, daha huzurlu oluram da. Heç olmaz, çox şükür, çox qəşəng keçdi. Böyle huzur tapdım, ürəyim, əsəblərim sakitləşdi. İndi də qayıdırıq, o qədər. Vlogu ancaq çəkmişəm, heç düzəltməyə başlamamışam, belə yolda düzəldəcəm yəqin ki, inşallah. Vlogu bəyəndinizsə, videomu bəyəndinizsə kanala abunə olmağı, fikirlərinizi bildirməyi unutmayın. Digər vloglarda görüşənədək sağ olun.